məsələsi. La ilahe illallah Muhammedən Rasulullah deyənədir, yoxsa ümumiyyətlə hər kəsədir. Xristiyan da bura daxildir, Yahudi də bura daxildir, hamısı bura daxildir. Cahiliyə üzrlü məsələsi necə başa düşülür? Bir də alimlər arasında, yəni sələf alimlər arasında cahiliyə üzrlü iştihaddır mı yoxsa yox? Bax qardaşım, ümumiyyətlə Allahın dini bir mənalı olaraq Allahın dini dəlalət edir ki, Quran və sünnə insanın bilməməzliyi, bir şeydən cahil qalması onun üçün üzürlüdür. Burada bütün alimlər ittifaq ediblər, icma ediblər. Heç bir ixtilaf yoxdur. Rabbənə lə tuəxiznə in nəsinə av əxtənə. Unutqanlıq nədir? Üzüldü yoxsa yox? Bir nəfər gəlib deyə bilər ki, Allahın dinində unutqanlıq üzür deyil. Qardaşım, unuttun, fərqi nədir unutmadın? Qınanılırsan. Unudub eləmirsən, əzab var sənə. Yatdın, qaldın, yaxud namaz yadından çıxdı, unuttun. Unutmaq. Unuttun, qılmadın da, sənə cəhənnəm əzabı gözləyir. Unutmayardın. Halbuki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizdən kim unudarsa, yaxud yatıb qalarsa, nəyə görə bunu deyir? Yəni, ümmətdə bəşərik biz. Unudanlar da olacaq, yatıb qalanlar da olacaq. Olsa, narahat olmayın. Deyir, oyananda, yaxud yadına düşəndə, qılsın. Və salam, vaxtında qılmış kimi sayılırsan. Unutqanlığa görə, unutqanlıq üzr oldu yoxsa yox? Üzr oldu. Başa sala bildim əxi? Heç kim gəlib deyə bilməz ki sənə, heç kim, müsəlman, deyə bilməz ki sənə, unutqanlığa görə qınanılırsan. Yoxdur belə şey. Çünki nas açıq aydındır. Onun da yanında bilməməzliyi var. Xata. İn nəsinə av əxtənə. Ey Rəbbimiz, mələklər dua edir, Bəqara surəsinin axırında məşhur ayət. Bizi unutqanlıq və xətadan dolayı etdiyimiz günahlara görə qınama. Bu duaya Allahın cavabı gəldi yoxsa yox? Müslimdə də hədis, qad fəaltu, artıq etdim. Yəni qəbul etdim. Yəni qəbul etdisə, bu ümmətdən kimsə bilmədən, yaxud unutqanlıqdan dolayı səhvə düşəcəksə, günaha. O qınanılmır. Allah subhanahu və teala qəbul edib. Burada ram ittifaqdır. Lakin problem hardadır? Yəni bu tərəfində heç bir işgal yoxdur. Məsələn bu tərəfində. Problem hardadır? Problem buradadır ki, bəzi insanlar deyirlər ki, qardaş, hər şeydə bilməməzlik üzürlüdür. Dindir bu. Allah deyir, bu izah elədin filan və başqa dəlillər. Amma dində belə bir şey var. Böyük şirk. İnsanın böyük şirk etməsi. İnsan böyük şirkə düşdüsə, orada o xəta filan bu kimi şeylər keçərli deyil. Bunu ümumluqdan çıxardıblar. O bilməməzlik üzürlüdür, bu bura aid deyil deyir. Niyə bura aid deyil səncə? Səncə? Deyib ki, çünki insan bunu bilməyə bilməz. Başa düşdünüz? İnsan bunu bilməyə bilməz. Ki, sən bilməyəsən, bu şirkdir, edəsən və deyəsən ki, bilmədim. Sən belə deyə bilməyəcəksən, deyir. Demək olmaz, deyir. Çünki bunu hamı bilməlidir, deyir. Bu böyük şirki. Yəni, bunlar belə deyiblər. Başa sala bilirəm, o məsələnin özəyini başa sala bilirəm, axı. Hardan yaxınlaşıblar? Bu, buradan yaxınlaşıb ki, belin ağrıyır, axı. Allah kömək olsun. Bunlar deyiblər ki, bildiyim o təkfirçilər var, xaricilər, hansı ki deyirlər, böyük şirkdə üzür deyir falan. Onlar hamısı deyirlər ki, cahillik üzürlüdür. Dini əhkamlarında, dini məsələlərdə. Bunu xaric ediblər. Və soruşanda niyə xaric etdiniz? Deyiblər ki, heç bir dəlilə əsasən, heç bir dəlilə əsaslanmayıb. Əsaslanmayıb. Yenə deyirəm, heç bir dəlilə əsaslanmayıb. Açıq aydın dəlillərə əsaslanmayıb. Deyiblər ki, bundan bixəbər qalmaq olmadığı üçün, bundan cahil qala bilmədiyin üçün, sən burada cahilliyin üzürlü deyil.
Yəni sən bilməliydin ki, Allaha şərik qoşmaq olmaz. Hə, belə deyirlər vallahi. Sən bilməliydin ki, Allahdan başqasına qurban kəsmək olmaz. Sən bilməliydin ki, Allahdan başqasına çağırmaq olmaz. Sən bilməliydin ki, budur. Bilmədim elə. Qardaşım, bunu bilməmək olmur deyir. Tam professordur onda da. Əhsən. Görürsən qardaşım nə deyir axı Ramin? Qardaş, vallahi nə qədər insanlar var, belə qardaşlarımız var, deyiblər ki, bilməmişəm, etmişəm cahil vaxtında. Düşmüşəm axara, baxmışam hamı edib. Hətta ibadət eləyən vaxt bəzi insanlar düşürlər yəni. Amma biz deyirik ki, biz nə deyirik? Və bütün əhlüsün alimləri. Bu ayə var, Bəqara surəsində zikr etdim. Rabbənə la tuəxizna in nəsinə əv əxtana. Bu müəyyən günahı deyib, yoxsa ümumidir? Ümumidir. Yəni konkret bir Allah Taala bir günah demədi ki, mələklər belə dua etmədilər ki, ya Rəbbi, ey Rəbbimiz, biz bilmədən falan şeydə günaha düşsək bizi unutqanlıqdan yaxud xətadan dolayı bağışla. Belə demədi ki, ümumən dedi də unutsaq və xəta etsək. Yəni bilməsək. Xəta yəni bilməsək. Bu ümumdur. Yəni dinin bütün məsələlərinə şamil edilir rahat şəkildə. Və sən mənim dəlilim nədir bu ayə? Sən deyirsən ki, gəlirsən mənə deyirsən ki, yox, bu ümumluqdan bunu çıxart. Bu istisnadır. Burada keçərli deyil. Azər fikir ver. Mən nə deyirəm sənə? Deyirəm ki, qardaşım, maşallah, Allahümmə bərik. Bunu buradan çıxartdın, götürdün. Dəlil nədir buna qardaşım? Deyirlər ki, Allah Subhanahu Adəm əleyhissalamın kürəyindən bütün Əhd aldı. Biz deyirik ki, əhsən, o deyirlər, düz deyir. onu şübhəçi bilir. Düz deyir. Mənim yanımda Əhd ayəsi. Mənim yanımda da öyle. Hə, əhd ayəsi. O. Qardaşım. Mənim yanımda deyil. Allah Taala deyir ki, Gülürəm də. Yox, o düz deyir. O ayəni deyirlər. Yəni Allah Taala Adəmi xəlq edəndə onun zürriyyətindən xəlq edəndə əhd alıb. Ki mən sizin Rəbbinizəm. Deyiblər, bəli Rəbbimizsən. Söz verdin? Hə, yəni sabah sən deyə bilməyəsən, ha bilmirdim. Hə demisən axı. Başa düş. Əhsən. Diqqətlə qulaq asın. Bunlar gəlib bunu buradan çıxardır. Biz də deyirik ki, dəlil gətir. Ki bunu buradan çıxartdın sən. Bu da deyir, qardaş dediyi ayədir. Gətirirəm. Biz də deyirik ki, düzgün gətirməmisən. Bu ayə buna dəlil deyil. Bu ayə başqa şeyə dəlildir. Rəşad qardaş, nəyə görə deyirsən başqa şeyə dəlildir? Biz deyirik ki, bütün əhlüsünnə alimləri deyiblər ki, bu ayəni, bu məsələyə dəlil gətirənlər Mu'təzililərdir. Bu ayənin Allahın dediyi murad, hansı ki, əhd. Bu, sən bilirsən nə deyəməyəcəksən qiyamət günü. Səndən əhd alınıb. Allahın rububiyyəti var yoxsa yoxdur? Yəni ateist. Azər, qiyamət günü gəlib deyəndə ki, nə deyir ateist? Yoxdur Allah. Hə, yoxdur. Əhd alınıb səndən. Sən içərdə də bilirsən ki, var. Amma müstənkinsə, sən içərdə yəqin olaraq bunu, içərdə yəqin olduğun haldan Firon haqqında nə deyir Allah? Dedi, amma içində yəqin idi ki, Allah var. Tayyib, sən qiyamət günü ateistlər, mulhidlər, Allahın rububiyyətini, xəlq etməsini, yaratmasını inkar edənlər qiyamət günü gəlib deyə bilməyəcəklər ki, bilmirdim. Səndən əhd alınmışdı. Bu məsələ bura keçərlidir. o ayədə də ilahın yox, imanla Rəbb. Əlbəttə, bu məsələ sizin Rəbbiniz deyiləmmi? Bu məsələ bura aiddir. Bu məsələni həqiqətən ateist qiyamət günü deyəməyəcək, qardaşım. Deyəməyəcək. Çünki belə yaradılmısan. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, hər Adəm övladı yulədu alə el-fitra, fitrət üzərində xəlq olur. Qardaş, sən Adəm övladı deyilsən, sən belə yaradılmısan. Səndə sonradan çevrilib fitrət. Fitrət dəyişib səndə. Vallahi Azər, Allah Taala insanları fitrət üzərində xəlq edir. Hər bir şeydə elədir. Və biri də Rəbbini tanıyırsan. Məsələn, fitrət üzərində necə, insanların fitrəti necə dəyişir? Allah Taala belə xəlq edib ki, məsələn, qadın kişiyə meyl salır, kişi qadına meyl salır. İnsanın fitrəti budur yəni. Meyl. Bu meyl içərdə məcbul edirlər buna. Sən təbiətin budur. Allah belə xəlq edib. Kişi kişiyə meyl saldısa, o fitrəti dəyişib artıq. Qadın qadına meyl saldı, fitrət dəyişib artıq. Sən bu fitrətdən yaradılmamışdın. Sən sonradan hansısa əxlaqla, tərbiyə ilə təsirlənmisən və dəyişilib sənin fitrətin. İnəqəsə. İndi bu
Sənə heç kim əldə etməsə, sən deməyəcəydin Allah yoxdur. Sən getdin filan universitetə girdin, filan kitabları oxudun, dünya elmi, məntiq filan və sonradan elə qərara gəldin ki, Allah yoxdur. Amma fitrətində Allah var deyir. Yaradanın yine değil var. Hə. Allah da öyle değil. Hə, olsun. Amma içəridə bilir ki, Allah var. Var, yaradan var. Allahın əhd alması budur və qiyamət günü heç kim deyəməyəcək, yoxdur Allah. Bunu üluhiyyə təvhidinə yaxud başqa məsələlərə, dinin əsas məsələlərinə dəlil gətirmək bu ayəni düzgün deyil, düzgün istidlal deyil. Yerinə qoymayıb yəni. Ona görə biz deyirik, get başqa şey tap. Gətir görüm, nə deyirsən sən? Bu ayədən çıxartmısan, Bəqara surəsindən çıxartmısan bunu. Görüm, nə deyirsən sən, qardaşım? Nədir sənin dəlilin? Onu muhtəzillə gətirirlər. Sən əhlüsünnə demirsən özvə. Əhlüsünnə sənsə gətir. Vallahi bir əhlüsünnə alimi, get bax bütün təfsirlərin hamısına. Görmədim ki, desin ki, bu ayə böyük şirkdə, üluhiyyə məsələləri, yaxud əsma-i sifət məsələlərində insan axsayırsa, büdürürsə, Allah əhd alıb, vəssalam, üzr yoxdur. Gətirsin burada. Yoxdur. Yoxdur, qardaşım, əhlüsünnə alimlərinin belə heç kim eləməyib. Aydındır. Ona görə bunlar nə ediblər? Bunlar çıxardıblar. Çıxartmağa da dəlil yoxdur. Qaldı nə? Mənim hüccətim. Mənim hüccətim nə idi? Ümum. Mən saxladım ümumluqda. Bundan əlavə. Qardaşım, orada tək bilməməzlik deyil ki. Orada təvil də var da. Yoxsa yoxdur. Düz başa düşüb, təvil edib. Haqdan meyl edib. Təvil üzürlüdür yoxsa yox? Üzürlü. Bütün səhabələr icma ediblər. Şeyxülislam İbn Teymiyyə deyir. İcma ediblər ki, təvil üzürdür. Qardaşım, içki içən təvil edib içirdi. Üzür idi ona. Deyir, yox, bu müsəlmanlara aid deyil. Müsəlmanlar içmək olar araq, şərab. Sahabə içirdi. Hətta gəlib neçə dənə 50 dəfə gətirirlər Peyğəmbərin yanına. 50 dəfə şallaqlayır. Qardaş, halal sayır da içir. Təvil eləyib ayəni. Təvil üzürdür. Təvil üzürdür. Və Quran dəlalət edir. Və İbn Teymiyyə deyir ki, sahabələr icma ediblər. İndi fikir ver. Qardaşım, böyük şirki çıxardırlar. Amma nədənsə böyük şirki çıxardanlar böyük küfrü çıxartmırlar. İstisna etmirlər. Amma etməlidir yoxsa yox? Böyük küfür də etməlidir də. Niyə? Qardaşım, böyük şirk sahibini dindən xaric edir yoxsa yox? Edir. Böyük küfür sahibini dindən xaric edir yoxsa yox? Edir. Böyük şirk bütün əməlləri puç edir yoxsa yox? Böyük küfür bütün əməlləri puç edir yoxsa yox? Edir. Böyük şirk sahibini əbədi cəhənnəmdə saxlayır yoxsa yox? Böyük küfür sahibini əbədi cəhənnəmdə saxlayır yoxsa yox? Saxlayır. Eynidir də. Eynidir. Bu şirkdir, bu da küfür də eynidir. Böyük küfür, böyük şirk. Amma bunlar nə ediblər? Bunlar deyiblər ki, küfürə əl dəymirik. Böyük küfür də üzürlüdür. Cahillik, təvil üzürlü. Belə deyiblər vallahi. Niyə belə deyiblər? Kim deyər? Özləri də günahlar eləyirlər. Yox, özləri yox. Bunlar deyiblər ki, üzür yoxdur, təvildir falan bu kimi şeylər ancaq üluhiyyə, ibadət təvhidinə aiddir bu söhbət. Təvhidin digər qisminə aid deyil, orada üzürdür. Vallahi belə deyiblər. Yəni subhanallah, necə səfeh tayfadır yəni. Başa düşməyib həqiqəti. Mahiyyəti bilmir yəni. Məsələnin üsulunu bilmir. Bax biz deyirik ki, təvhiddə cəhalət üzürdür, düzdür? O deyir ki, təvhiddə cəhalət üzür deyil. Düzdür axı? Nəticədə sən nə demək istəyirsən, o nə demək istəyir. Mən demək istəyirəm ki, təvhid, qardaşım, təvhid deyəndə təvhidin 3 qismi var. Sən deyirsən təvhid üzürlü deyil. Qardaşım, təvhidin 3 qismi var. Hansı qismində deyirsən? O təvhid deyəndə uluhiyyət. Əhsən, maşallah. Sən denən ki, təvhid yox. Təvhidin üluhiyyə qismində, ibadət qismində bilməməzlik üzürlü deyil. Sən təvhid deyirsən. Qardaşım, xırdalayanda baxırsan ki, yox, sən təvhiddə görürsən üzür. Əsma sifət təvhidi də var axı. Ad və sifətlər təvhidi var. Allah adlarında təkdir, sifətlərində təkdir. Misli yoxdur. İsbat etməlisən. Yoxsa küfrə düşürsən təvhiddə. Təvhid tək bu deyil ki. Biz nə deyirik? Qardaşım, sən burada təvhiddə üzr görmürsən. İbadət təvhidində, düzdür?
Əsma sifət tövhidində niyə görürsən ki üzür? Daha bitən deyil mən. O daha betərlidir, şək yoxdur. Niyə görürsən üzür? Bilirsən nə deyirlər? Dağınıq gəliblər deyə, bardaq şəklində. Heç bir üsul, qaydasız gəliblər deyə. Deyir, yo, mən deyir, desəm ki, əsma sifət tövhidində üzr var, onda gərək alimləri kafir sayım. Ümmətin böyük alimlərini. Ümmətin böyük alimlərinə də o ad və sifətlər tövhidində axsayanlar var, büdüriyənlər olub axı. Vallahi heç kim onlara kafir deməyib. İndi bu kafir desə gülməli çıxacaq axı. Ya sən səfehdir, xəstədir bu adam. Alimləri deyir kafirdir. Yəni qovarlar da bunu. İndi bu mani olub saxlayıb bunu. Bu bunu saxlayıb. Deyir ya üluhiyyət o. Üluhiyyət tövhidində deyənlər olmayıb. Şeyx Səadinin gözəl sözü var subhanallah. Ya lallahil əcəb. Necə də gözəl deyirək. Deyir ki, orada deyir, Mu'təzilləri deyir, səni deyir təkfir etmək nə mane oldu deyir. O əsma sifətdə büdüriyənləri səni təkfir etməyə qoymadı, nə? Orada qoymayan şey burada da qoymur səni deyir. Üluhiyyədə. Bildin nə demək istəyir? Orada olan maniyə, burada da maniyyədir. Sən deyirsən ki, yox, burada bu maniyə burada keçərlidir. Burada keçərlidir. Ha, qardaş, niyə? Sən nə danışırsan? Ha, bu hansı elmdir bu? Nəfsdir bu? Nədir bu belə? Burada bu maniyə düşür işə, təvil. Maniyə düşdü işə. Qoymadı səni. Bu maniyə həmin bu alə, həmin bu iş, həmin bu şey. Burada nəsə keçərli deyil, işləmir yəni. Bu dəlillə olmalı, dəlil də yoxdur. Bu da çıxardır da səni. Bu da səni cəhənnəmə aparır. Burada yox, burada deyir, yox, aparmır. Burada şeylər var. Burada şeylər var deyir. O şeylər burada niyə yoxdur ki? Ondan əlavə, bax bu kimi şeylər var. Biz deyirik ki, üluhiyyət tövhidində fərqi yoxdur yəni. İnsan bilmədən, yaxud təvildən dolayı, yaxud məsələn ikrahdır, yaxud orada başqa şərtlərdir də hamısı. Bunlar hamısı maniyyədir yəni. Birbaşa təkfir etmək olmaz. Dinin bütün sahəsindədir bu. Hətta vallahi, gəl belə danışaq, ümmətdə, əsma sifət tövhidində, tövhidin bu qismində büdüriyən olub hamımız deyirik də. İbadət tövhidində büdüriyən olmayıb ki, sən onda denən də olaraq müşrik. Məsələn, Təqiyyüddin Əs-Subki. Subki. Eşitmisiniz? Subki. İbn Teymiyyə ölülərdən istəmək olmaz. İstiğasə var, şəfaət. Ya Rasulallah, işfə lənə indəllah. Şirkdə bu dua. Şəfaət, ölülərdən yardım. Peyğəmbərdən yardım. Kitab yazır. Ki, haramdır, şirkdir, olmaz. Subki buna rədd edir. Bu məsələdə. Deyir, o ağzına gələni danışır, deyir, İbn Teymiyyə deyir. Nə gəldi danışır, deyir. Həm müstəhəbdir. Və dəlillər rədd edir. İndi özünə görə rədd edir də. Amma kitab yazır. Kitab yazır İbn Teymiyyə rədd edir. Subki, nəticədə Subki icazəli görür bunu. Yoxsa yox. İcazəli görür Peyğəmbərdən şəfaəti. Niyə demirsən ki, müşrik? Çünki bu günə qədər deməyib səndən başqa heç kim. Şübhəsi var. Şübhə qoymur. Burada qoymadığı ki, əsma sifətləri inkar eləyənlər niyə inkar eləyir? Şübhəsi var. Şübhə qoymur. Burada da qoymur şübhə. Ki, sən Subkini təkfir eləyəsən. Yaxud Bəkri olsun. Şeyxülislam rəddi yazır istiğasədə. Raddu aləl-Bəkri. Əl-istiğasətu fi raddi aləl-Bəkri. Kitab yazır. Bəkri şirkin içində üzür. Əsma sifət şirki, tövhidi? Yox. Üluhiyyə tövhidi. Üzür şirkin içində. Nə gəldi deyir yəni. Cahil adamdır. Deyir, əhyənən deyir, hərdən Şeyxülislam təkfir edirdi deyir. Əziyyət verirdi, zülm edirdi. Şeyxülislam təkfir eləmir onu. Deyir, cahildir, heç də bilmir dindən deyir. Müşrik demir ona. Amma şirki, müşrikliyi gərəkdirən hər şey var onda. Özdə söhbət ibadət tövhidindən gedir. O vaxtı bu söhbətlər yox idi yəni. Yəni demək istədiyim odur ki, alimlər burada maniyəni görən alimlər burada da görüblər. Yəni fərq qoymayıblar məsələlərdə. Bunlar, o bizdə olan xavaricə, təkfirçilər var. Bunlar düz gəlməyiblər axı. Düz gələ bilmirlər, düz yaxınlaşmayıblar. Vallahi, billahi üsulunla gəlməyiblər. Məsələyə üsulunla yanaşmayıblar. Dağınıq, bardaq şəkildə yanaşıblar və nəfslərinə uyğun danışırlar.
Bundan əlavə Şeyxülislam İbn Teymiyyə rahimehullah nə qədər alimlərin sözünü gətirmiyorlar ki, ibadət tövhidində büdrəyən də üzürlüdür cahilliyi. Şeyxülislam İbn Teymiyyə rahimehullah gözəl bir sözü var, həmin o İstiğasə kitabında. Bəkirə verdiyi rəddə. Deyir ki, məlum məsələdir ki, diqqətlə qulaq asın görün bu hansı şirkdir. Məlum məsələdir ki, Allahın dinində ölüləri çağırmaq olmaz. İstər istiğasə ləfsindən, istər digər ləfslərdən, filan kəs mənə yardım et falan bu kimi şeylər haramdır və Allahın dinində bu şirkdir. Hansı tövhiddən gedir söhbət? Üluhiyyə. Üluhiyyə. Çağırmaq olmaz ölüləri. İbadət tövhidi. Yəni ibadəti başqasına vermək olmaz. Və bu deyir şirkdir, haramdır deyir. Və Rəsulullah bunun üzərində göndərilmişdir. Düz deyir. Sonra bizə nə deyir axı? Deyir ki, lakin deyir, li qələbətil cahil, iki dənə şey deyir. Bu iki dənə şeyə görə deyir, indikiləri bu zamanda yaşayanlar var, bunu eləyənlər. Bunları deyir, təkfir eləmək olmur deyir. İki dənə şeyə görə, li qələbətil cahil və qillətil ilm. Cahilliyin çox yayılması və elmin azlığına görə bu insanlara deyir, gelmək olmur üstünə. Bu zamanda yaşayırıq da deyir. Cahillik çoxdur, qələbətil cahil və qillətil ilm, elmin azlığı. İmkan verməyib sənə. Orada məsələ necə başa düşülür? Yəni onların üstünə getmir demək ki, yəni onlarla vuruşmaq olmaz, yox, yoxsa ki onları o getmir mənim sözümdür. O getmir mənim sözüm. Şeyxülislam deyir ki, bu iki dənə şeyə görə təkfir etmək olmayıb. təkfir etmək olmaz. Getmir, mən onu qəsd eləmişəm. Deyir təkfir etmək bu Şeyxülislamın sözüdür. Deyir ki, özə vaxtını deyir haçana kimi. O vaxta qədər ki, hüccə qaldırıb bəyan etməyənə kimi. Sonra təkfir elə rahat. Yəni bu iki dənə şey qaldır. Qillətil elm yoxdur. Elm çox olsun və cahillik qalxsın, onlar kafirdirlər, müşrikdirlər. Amma bu iki dənə şey maniyədir, qoymur deyir. Qardaşım, belə sözlər Muhammed ibn Abdülvahabın nə qədər belə sözləri var? Vallahi Muhammed ibn Abdülvahab deyir ki, düşmənlərim mənə yalandan böhtanlar atıblar ki, güya mən ağına qarasına baxmadan necə gəldi təkfir edirəm. Allahdan başqasına ibadət edənləri deyir, Subhanəkə hədə buhtanun azim. Allah'a sığınıram deyir. Allah nöqsansızdır. Bu açıq aydın böhtandır mənə atıblar deyir. Kişi belə söz deyir. Güya düşmənlərim mənim adımdan şaya çıxardıblar ki, güya mən necə gəldi sağa sola bax, ağına qarasına baxmadan təkfir edirəm. Kim Allahdan başqasına ibadət etdirsə o müşrikdir. Deyir, bu böhtandır mənə atıblar deyir. Belə sözlər bilirsən nə qədərdir? Yəni sənə nə gətirək ki, sən razılaşasan? Evet, bədəvidə onu dövrəmdəm. Bəli. Nə gətirim sən razılaşasan? Hamısında var. Bir də ki, qardaşım, sən hansı əsasına əsma sifətdə sayırsan, orada saymırsan? Deyir, bunu deyəndə bilirsən nə deyirlər? Deyir, burada əsma sifət məsələləri xəfidir. Gizlin məsələdir. Hamı görməyə bilir. Səfeh. Belə söz deyirlər, qardaş. Allahın göydə olması xəfidir. Yəni Allah Taala öz keyfiyyətlərini bizdən gizli saxlayır. Yəni bu məsələni xəfi qoyur adını. Bir məsələ var, zahir qoyur adını. Yəni Allahdan başqasına qurban kəsmək olmaz. Zəbih li qeyrillah. Məsələsi zahirdir. Qardaşım, nə badə büdrəyəsən, büdrədin müşriksən. Allah səmada. Allahın səmada olması, qardaşım, o qədər zahirdir ki, Quran, sünnə, icma, fitrət, his dəlalət edir. Bundan o yana zahir var. Başını qaldır, göydə Allah yoxdur deyən alimlər var. Bütün hamısı əşarilər, hamısı. Muhtəzillər, hamısı. Sən bunlar kafir demirsən. Bu xəfidir, yəni. Gizli qalır, uşaq da bilir. Belə özlərinə şeylər gətirirlər, yəni. Allahın sifətləri Quranda. Allah özünə sifətlər ispat edib. Sifətlər. Günəş kimi aydındır. Bu xəfidir, yəni. Görürsən Allahın sifəti var, yoxsa yox. Zahirdir də. Deyir, bu məsələ xəfidir. İnkar etsən problem yoxdur. Xəfi olduğu üçün. Qardaş, bu nə elmdir, bu nə qayda, bu nə əsasdır, yəni. Başa sala bildim? Bu çox önəmlidir. Bunlar hamısı boş şeylərdir, qardaşım. Boş şeylərdir. Allahın dinində bilməməzlik üzürlüdür, təvil üzürlüdür. İnsan, müsəlman bilmədən şirkə düşürsə ona üzürlüdür. Bilmədən küfrə düşürsə onu təkfir etmək olmaz. Maniyələr var, şərtlər var. Bunlar hamısı qaydasından var, olur. Bəziləri elə bilir ki, yox, biz heç vaxtı şirkə düşdün, ömrü boyu müsəlman müşrik ola bilməz. Olur. Niyə olmur ki? Qaydasından olur.
Heç vaxt insanlar heç vaxt müsəlman kafir ola bilməz. Yox, olur, amma qaydasından olur yəni. Bəli.